xüsusi övladı və yaxud da xəstə övladı olan analara demək istəyirəm ki, bu sizin günahınız deyil. Yəni buna görə özünüzü günahlandırmayın ki, mənim karmamdır, mənim qismətimdir, nə üçün məndə? Yəni bunu bir cəza olaraq deyil də, bunu bir əslində mükafat olaraq görməyə öyrənin. Və hal-hazırda fikir versiya yox, xəstə uşaqlar daha çoxdur. Autizmdir, DCP-dir, əqli inkişaf geriliyidir. Çünki əgər belə deyim də, bir nöqteyi nəzərdən desək, hal-hazırda yer kürəsində o qədər neqativ var ki, o gözəl uşaqlar həmin o neqativdən uzaqdırlar. Və hər dəfə o cür uşaqlara baxanda biz insanlarda mərhəmət hissi aktivləşir. Çünki mərhəmət hissi insanlarda ölüb gedib. Yəni çox azdır artıq. İnsanlar qəddarlaşıb. Amma o cür uşaqlara mən hətta müqəddəs uşaqlar deyərdim. Çünki onlar xüsusi bir enerjiyə sahibdilər.